deyirəm, bir də görürsünüz neysə bir video müraciət çəkirəm. Harda ki, qınayıram bəzi məsələləri. Məsələn, elə həmin rüşvətxorluğu, korrupsiyanı, haqsızlığı. Bəziləri başlayır mənə yazmağa ki, bura Azərbaycandır, bura Azərbaycandır. Başa düşürəm ki, bura Afrikadır. Amma ki, bura elə Azərbaycandır. Nəyə görə? Nəyə görə yəni burada o hallar müşahidə olunur? Bunların hamısının təqsirkarı da elə Azərbaycanlılar özləri də deyirlər. Yəni axı siz özünüz çox böyük məmnuniyyətlə hansısa öz işinizi aşırtmaq üçün həmən o rüşvəti verirsiniz. Siz də verəndən sonra o birisi də alır da. Korrupsiyada inkişaf edirsiniz. Həmən o kim ki sizdən o rüşvəti alır, siz o an fikirləşirsiniz ki, mən işimi aşırtdım, növbəsiz neysə tez işimi gördüm, əladır. Onu fikirləşmirsiniz ki, sizin kimi verənlər yüzlərlə, minlərlə, hətta 10 minlərlə, 100 minlərlədir. Hamı verirlər, amma yığan axı azdır. O yığanları da siz varlandırırsınız. Onlar da elə varlanırlar ki, sonra klanlaşırlar. Bir-birlərinə qız alırlar, qız verirlər, çönürlər, olurlar monopolist. Sonra da başlayırlar sizin üçün elə at oynatmağa. Bütün məhsulların yiyəsi olurlar. Sonra başlayırsınız ulamağa ki, ət qalxdı, nə bilim, yağ qalxdı, nə bilim, xaricdə bunun qiyməti 5 manatıdır. Ne üçün Bakıya gəlir çıxır 15 manata? Heç nə eləyə bilmirsiniz. Çünki onlar artıq hər yerdədir. Çünki onları əkən siz olmasınız da, amma becərən sizsiz. Başa düşürsünüz? Yəni, vətəndaş özü, vətəndaş borcunu məmnuniyyətlə yerinə yetirsə, özü buna qanun çərçivəsində mübarizə aparsa, yəni dövlətin müəyyən qurumları var, korrupsiyaya qarşı bir idarəmiz var, prokuratura var. Yəni belə hallar olursa, kimsə sizdən daha belə nahalqa formasında rüşvət qəbul eləyirsə, tələb edirsə, gidin sözünüzü deyin də, yazın da. Bax, mən 4 il bir şirkət işlətdim. Şirkətin bağlandı tamam başqa səbəblərə görə, yəni kiçik bir şirkət idi, ölkəyə müəyyən məhsulların idxalı ilə məşğul idi. Yəni bağladığım nəyə görə oldu? Rentabil olmadı. Yəni gəlir götürmürdü. İstənilən gəlir götürmürdü. O da neyin nəticəsində? Yenə də hara fırlatson gəlir çıxır o kökü korrupsiya. Çünki həmin o korrupsionerlər də o yığdığı pulları sonra neynəməlidirlər? O pulları ağartmalıdırlar da, düzdür? Yəni legallaşdırmalıdırlar. Legallaşmaq üçün də onlar müəyyən şirkətlər açırlar. Azərbaycanda, Azərbaycanın xaricində, məsələn Avropada bir çətindir bunu eləmək. Amma ərəb ölkələrində, məsələn, Türkiyədə bu asan, yəni gəlir mənbəyi sizdən maraqlanan, soruşan olmur. Onların da əlində çox böyük kütlə, çox böyük maddi qüvvə, kütlə, pul kütləsi olduğuna görə mənim kimisi o ilə rəqabət apara bilmir. Mən məcbur oluram bağlanım. Başa düşürsünüz məni? Amma mən bu söhbəti nəyə görə açdım? Mən sizə vurğulamaq istəyirəm ki, bax 4 il ərzində idxalla məşğul idim. Üzbəüz kömürlükçülərlə çıxırdım. Məsələn, aeroportun kömrüyü ilə. Bir dəfə də olsun, üzr istəyirəm, xəstələnmişəm. Mən heç kəsə rüşvət vermədim. İstəyənlər oldu, təklif eləyənlər oldu. Mən vermədim. İnandırım sizi bu mümkündür. Kim durub gəlirdi qapıma, neysə istəməyə. Bax, belə loğru dildə desək, paslat eləyirdim onu. Yəni, birbaşa ona başa salırdım ki, elə eləmə ki, yəni sənə qarşı mən prokurorluğa, polisə, müəyyən dövlət qurumlarına şikayət edib, özü də yazılı sürətdə. Sizə dedim, işim də gedirdi. Yəni, yenə deyirəm, bağlandım, amma digər bir səbəbə görə. O, həmən o səbəb də yenə də köklənir, gəlir həmən bax o rüşvətə. Bu qədər
qəlbdən qəlbə.